insan için bu Спасибо məbəddə за çox sağ каждого ol. подростка. Hər bir yeniyetmə üçün çox Мы sağ ol. высвобождаем Твои благословения на их жизнь. Biz sənin xeyir duanı o övladların Пусть Твои üzərinə qaldırırıq. благословения настигают Твоих детей. Qoy sənin övladlarına bu xeyir dualar çatsın. Во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Благослови каждого ребенка, Господь. Hər bir uşağa xeyir dua ver, ya И Rəbb. пусть у каждого ребенка будет истинная встреча с Тобою. Qoy hər bir uşaqda səninlə həqiqi görüş olsun. И да познают они, что Ты Господь и нет другого Бога. Qoy onlar başa düşsünlər ki, səndən qeyri Rəbb yoxdur. И встреча, которая начинается с самого детства, Uşaqlıqdan başlayan o görüş, она будет продолжаться по все дни жизни их. onların ömrü boyu müşayiət eləsin. Господь, пусть Твоя воля явится и исполнится в их жизни. Qoy sənin iradən onların həyatında yerinə И yetsin. да будут они прославлять Твое имя везде, где они есть в своей жизни. Qoy onlar olduqları hər yerdə sənin adına izzət versinlər. Молиться, пророчествовать, провозглашать Твое пришествие. Və sənin gəlişini hər yerdə göstərsinlər və bunun üçün dua etsinlər. И пусть огонь, жажды по Тебе и по Твоему Слову загораются в их жизни. Qoy sənin alovun onların həyatında yansın. И это бурлит внутри их жизни. Qoy bunların içində bu fontan versin. Что даже когда никто не говорит им, Qoy kimsə onlara deməsə belə, они bегут к Тебе, Господь, чтобы встречаться с Тобою. onlar sənin yanına qaçsınlar ki, səninlə görüşə И bilsinlər. мы благодарим Тебя. Sənə minnətdarıq, ya Rəbb. Спасибо Тебе, Господь. Çox sağ ol, ya Rəbb. Мы благословляем, Господь, Азербайджан. Biz Azərbaycana xeyir dua Мы veririk. благословляем нашу страну. Biz öz ölkəmizə xeyir Мы dua veririk. благословляем начальство и власти. Biz rəyasətə, hökumətə xeyir dua Мы veririk. благословляем, Господь, каждый народ, живущий здесь. Hər bir, bu ölkədə yaşayan hər bir insana И мы xeyir dua благодарим veririk. Тебя за мир над Азербайджаном. Azərbaycan üzərindəki sülhə görə Спасибо təşəkkür Тебе, edirik. Господь, за нашу страну. Bizim ölkəmizə görə çox sağ ol, ya Мы Rəbb. благодарим Тебя, Господь. Sənə minnətdarıq, ya Rəbb. Благослови каждый город и каждый поселок этой страны. Bu ölkənin hər bir vilayətinə və şəhərinə xeyir dua ver. Мы благословляем Израиль. İsrailə xeyir dua veririk. Благослови Израиль, благослови Иерусалим. İsrailə və Yerusəlimə xeyir dua И Твой ver, ya мир Rəbb. да будет на Израиле и Иерусалиме. Qoy İsrailin və Yerusəlimin üzərində sənin sülhün olsun. Во имя могущественного Иисуса Христа. İsa Məsihin möhtəşəm ismi naminə. Господь, мы благодарим Тебя Sənə minnətdarıq, ya Rəbb. за каждую нужду. Hər bir ehtiyaca görə. Господь, есть нужда, и мы знаем, что есть ответ. Əgər ehtiyac varsa, biz bilirik ki, onun cavabı da И var. мы благодарим Тебя, Господь, что Ты в милости и благости Своей касаешься этих людей. Biz sənə minnətdarıq ki, sən öz lütfünlə, mərhəmətinlə bu insanlara toxunursan. Потому что Ты так возлюбил, и Ты так желаешь. Ona görə ki, sən onları belə sevmisən, sən bunu belə arzu И я edirsən. благодарю Тебя, Господь, что Ты изменяешь судьбы. Mən sənə təşəkkür edirəm ki, sən həyatları dəyişirsən Чудо творишь, Господь. və möcüzə göstərirsən. Восстанавливаешь семьи. Ailələri bərpa eləyirsən. Примиряешь, Господь. Onları barışdırırsan. Освобождаешь во имя Иисуса от иго Azad рабства. eləyirsən. Bütün Господь, əsarətdən İsa Məsihin ismi ilə, спасибо ya Rəbb. Тебе. Çox sağ ol. И пусть это будет, Господь, Твое свидетельство, Qoy bu sənin üçün bir şəhadət olsun. которое прославит Твое святое имя Hansı ki, sənin müqəddəs ismini izzətləndirəcək. во имя могущественного Иисуса Христа. İsa Məsihin möhtəşəm ismi naminə Мы благодарим sənə Тебя. minnətdarıq. Аминь. Amin. Давайте воздадим славу Богу. Gəlin Rəbbə izzət Давайте verək. сильнее воздадим славу Gəlin Богу. ona güclü izzət verək. Доброе утро, дорогая церковь. Sabahınız xeyir əziz Доброе müəllim. утро, молодежь. Sabahınız xeyir Доброе gençlər. утро. Sabahınız xeyir. Поприветствуйте, пожалуйста, друг друга. Bir-birinizi salamlayın. Как же вы прекрасно выглядите сегодня. Çox gözəl görünürsünüz И я bugün. рад, что ты сегодня здесь. Mən çox şadam ki, siz bugün Да-да-да, buradasınız. сделай это, пожалуйста. Bəli, bunu edin zəhmət olmasa. Хай-фай дай 5 людям. Və əllərinizi toxuşdurun bir-birinizlə. Повернись к тем, кому ты еще не повернулся, пожалуйста. Kimə isə çönməmisən, ona tərəf çeviril. Повернись, пожалуйста. Zəhmət olmasa bunu edin. И поприветствуй их от души просто. Və bütün qəlbinizlə onları salamlayın. Как чудесно это просто. Çox gözəldir. И сегодня у нас Bugün bizdə
Третья свеча Адвента. Adventin Tretya свеча üçüncü Adventa. şamı yanacak. Свеча радости, вот это правильно. Sevinç şamı yanacak. Bu doğrudur. И сегодня мы зажигаем третью свечу, Bugün biz üçüncü şamı yandırırıq. которая напоминает нам о той радости, что принес Христос. Bizim yadımıza salır ki İsa Məsih necə böyük bir sevinç gətirib. Это радость не от обстоятельств, Bu vəziyyətdən asılı olan sevinç а от deyil. Божьего присутствия в нашей жизни. Bu Tanrının bizim həyatımızda olan hüzurudur. Светлое, İşıqlı, глубокое, dərin, неизменное. dəyişilməz olan. И пусть эта свеча Qoy bu şam напоминает нам, bizə xatırlatsın что истинная радость ki həqiqi приходит sevinç тогда, o zaman gəlir ki, когда сердце открыто для Иисуса. o zaman ki ürəklər İsa üçün açıqdır. И мы зажигаем эту свечу радости. Və biz bu sevinç şamını yandırırıq. Господь, спасибо Тебе! Ya Rəbb, И çox давайте sağ ol. воздадим славу Богу! Tanrıya izzət verin И вместе с вами встанем və gəlin ayağa qalxaq и будем радоваться перед Богом. və Tanrı önündə sevinək. Gelipti Rabbim kabul eyle Hele süreyim Cenazır etsin Rabbe Bizden dolsun diye Bizden dolsun diye Rabbim halına Bizden dolsun diye Аллилуйя! Аллилуйя! Hallelujah. Господь, спасибо Тебе. Ya Rəbb, çox sağ ol. И сегодня радость да пребывает в наших сердцах. Qoy ürəklərimizdə bugün o sevinç Давайте olsun. воздадим славу Богу. Gəlin Rəbbə Аллилуйя, izzət verək. Иисус! Hallelujah İsa. И я бы хотел сказать объявление. Mən indi elanları demək istərdim. Здесь есть золотое поколение,
Burada yeni nesil var mı? Дорогое наше золотое поколение, Bizim bu драгоценное, neslimiz, aziz neslimiz. приглашаем вас на рождественское собрание старшего поколения, Biz böyüklərin Milad bayramına sizi dəvət edirik. который пройдет 20 декабря в 11:00 в этом зале. Ayın 20-sində saat 11-də bu zalda keçiriləcək. Это будет теплое время общения, Burada çox isti münasibət, ünsiyyət olacaq молитвы и празднование рождения Спасителя. və deməli dualar olacaq xilaskarın doğuluş gününə uyğun olaraq. И будем rады видеть каждого из вас. Və hamınızı görməyə şad olarıq. Добро пожаловать Xoş и gəlmisiniz. приводите с собой подруг, друзей. Rəfiqələrinizi, dostlarınızı da özünüzlə birgə gətirin. Будем рады. Və biz şad olarıq. И это еще не все. Və bu hamısı deyil. У нас есть сюрприз. Bizdə sürpriz də olacaq. Рождественский концерт, друзья! Konserti olacaq, əzizlər. Приглашаем всех на рождественский концерт, Bu Milad konsertinə dəvət edirik. который состоится 25 декабря Hansı ki dekabrın 25-də baş tutacaq. 19:00. Saat 19:00. Скажи, 25 декабря De, 25 dekabr 19:00 saat 19:00. мне нужно быть здесь Mən burada olmalıyam. на Рождестве. Bu Milad bayramında. Будет прекрасная музыка, Çox gözəl mahnı olacaq праздничная атмосфера. və bayram ab-havası Все olacaq. празднично оденемся. Hamımız bayram münasibəti И ilə радость geyinəcəyik Рождества просто ждет нас. və Miladın sevinci bizi gözləyəcək. Предвкушаем это время. Və biz bu anı gözləyirik. Ждем вас, дорогая церковь. Əziz məbəd, sizi gözləyirik. Приходите Gəlin и приглашайте с собой друзей и знакомых. və Родственников, tanışlarınızı, dostlarınızı, qohumlarınızı родных людей. dəvət eləyin, əziz insanlarınızı. Тоже, дорогая церковь, Eləcə də əziz məbəd продолжается еще все у нас. və bizdə davam eləyir. Праздничную вот эту атмосферу. 31 декабря, 31 dekabrda 22:00 saat 22-də у нас пройдет ночная молитва. bizdə gecə duası Wow. keçiriləcək И мы вместе с вами войдем в Новый год. və sizinlə birgə yeni ilə qədəm qoyacağıq. Божье присутствие, Tanrının huzurunda благодарение və ona təşəkkür в edək. объединенной молитве вместе с вами. Sizinlə birgə ümumi duada И будем видеть рады каждого из вас, каждый приглашен. hər bir dəvət olunanı, sizin hər birinizi Это просто görməyə şad особенное время olacağıq. для каждого из нас. Hər birimiz üçün bu xüsusi bir andır. Когда мы вместе молимся, Oradakı biz bir yerdə и dua мы верим, edəcəyik Господь просто будет говорить через старшего пастора в нашей жизни. və biz inanırıq ki, böyük pastorun ağzı ilə bizə Tanrı həyatımıza Куда Он nələrsə направляет свою deyəcək. церковь и что Он хочет сказать в наши Məbədi сердца. hara istiqamətlendirici ürəyimizə hansı Давайте sözləri будем deyəcək. готовить наши сердца в молитве. Gəlin, ürəklərimizi duada hazır В это tutaq. время, ожидая Господа, того, что Он будет говорить тебе, и это встреча с тобою. Bu Встреча с gözləniş церковью. anlarında ürəklərimizə səninlə olan deməli görüşdə deyəcəyin sözləri И это были gözləyəcəyik. наши объявления. Bu bizim elanlarımız И я idi. хочу пригласить пастора Исива, дорогого старшего пастора, пастора Исива и Анастасию. Böyük pastorumuz, Пожалуйста, у них əziz есть что сказать pastorumuz нам. Pastor Yusifi və Аллилуйя. Anastasiyanı Давай dəvət eləyirik. микрофон поделим на двоих. Gəlin Доброе mikrofonu утро. bölüşək. Sabahınız xeyir olsun. Аллилуйя. Aleluya. А что вы такие нерадостные? Niyə Доброе görə belə утро. sevincli deyilsiniz? Sabahınız xeyir. Разве оно не доброе? Bəyəm o xeyirli Скажи sabah своему deyilmi? соседу. Öz qonşuna de. Мы приближаемся к Рождеству. Biz milada yaxınlaşırıq. Аллилуйя. Слава Богу. Rəbbə izzət olsun. Друзья, Dostlar, у нас в церкви есть группа. bizim məbədimizdə qrup var. Она недавно открылась. O bu yaxınlarda açılıb. И мы с Настей поднялись сюда, чтобы как бы вам рассказать чуть-чуть об этой группе. Nasya ilə bura qalxmışıq ki, bu qrup haqqında sizə biraz məlumat verək. Вы все знаете Настю, Siz hamınız Nasyanı tanıyırsınız. да? Слава Богу. Rəbbə izzət olsun. Да. Какая же у нас группа, Настя? Расскажи чуть Nasya, о ней. bizim qrupumuz nədir? Чем она занимается? O nə ilə məşğul olur? Мы открыли группу евангелизации. Biz müjdəçilik qrupunu açmışıq. Аллилуйя. На самом деле, слава Богу.
Doğrudan da Tanrıya izzət olsun. Я молилась за нее очень долго. Mən çox uzun müddət onun üçün dua etmişəm. И слава Богу, через библейские семинары мы открыли эту группу. Bibliya seminarları vasitəsilə biz bu qrupu Tanrıya şükür olsun açdıq. И также вместе с молодежью и со старшим поколением тоже мы выходим. Eləcə də biz həm böyük nəsillə, həm də gənclərlə bir yerdə giririk. Мы выходим в первую очередь вокруг церкви Biz məbədin ətrafına çıxırıq и делимся с соседями, что у нас здесь есть церковь по соседству с вами. Biz insanlarla, qonşularla bu məbəd haqqında bölüşürük. И приглашаем их в церковь, Onları məbədə dəvət edirik в особенности перед Рождеством. və xüsusilə də milad önü. И мы приглашаем вас тоже участвовать в этом. Sizi dəvət edirik ki, bunda siz də iştirak edəsiniz. В особенности вы можете через этот QR-код добавиться в эту группу, Və bu QR kodla siz bu qrupa daxil ola bilərsiniz навести камеру и подключиться. və kameranı yönəldərək onu aça bilərsiniz. И мы будем рады видеть каждого из вас. Sizin hər birinizi görməyə çox şad olarıq. И мы выходим каждую пятницу перед молитвой Biz deməli duadan öncə hər 5-ci gün çıxacağıq. на пару часов. Bir neçə saatlıq И по воскресеньям тоже после собрания. və toplantıdan sonra bazar günləri də. Здорово, Çox да? gözəl, çox gözəl. Мы, наверное, не забыли, что нам нужно проповедовать Евангелие. Yəqin unutmamışıq ki, biz müjdəni vəz И etməliyik. самая хорошая территория, вот эта территория вокруг церкви. Bu ən gözəl yer bizim məbədimizin ətrafıdır. И вы можете подходить к людям, как и они, вот эта группа людей. Və bu Наших qrupdakı bratьев, insanlar sestер. kimi, bacı qardaşlarımız kimi siz də insanlara yaxınlaşa И bilərsiniz спросить, və onlardan soruşa вы не bilərsiniz. знаете, где здесь есть церковь? Siz bilmirsiniz burada məbəd hardadır? Говорят, здесь поблизости есть церковь. Deyirlər ki, burada yaxınlıqda məbəd var. И обычно они говорят, да, здесь есть церковь. Burada kilsə var deyəcəklər. И это есть повод говорить им Евангелие. Bu bir səbəbdir ki, onlara müjdəni Вы со мной или deyəsiniz. нет? Mənimlə sizmi? Аллилуйя. Аллилуйя. Слава Богу. Рабби Настя, иzzət а olsun. что такое интересно, могла бы ты рассказать вот за то время евангелизации, то, что вы проводили? Я думаю, что уже будете проводить. И я думаю, что если в вашем сердце есть желание проповедовать Евангелие, вы через этот QR-код можете войти в этот чат, да, и быть участником этой команды. Mən düşünürəm ki, bu QR kod vasitəsilə həmin bu komandanın bir iştirakçısı siz də ola bilərsiniz. Аминь. И скажи какую-то интересную историю. Bizə bir maraqlı şey danış. В особенности перед вечером хвалы мы выходили тоже. Biz həmdən öncə biz getmişdik. Həm gecəsi. Həm gecəsi И долго гуляли вокруг. və çox uzun müddət gəzdik bu ətrafda. Думали, почему мы никого не можем встретить. Düşünürdük ki, nəyə görə heç kəslə görüşə bilmədik. Но потом встретили одну девушку с открытым сердцем. Biz əvvəl-axır bir Evangeliya cavan qız gördük, ürəyi də açıq idi. И мы помолились за нее. Biz onun üçün dua elədik И она пришла на вечер хвалы. və o həmd gecəsinə И gəldi. даже маму пригласила. И даже маму Öz пригласила. anasını da dəvət elədi bura. Аллилуйя. Aleluya. Слава Богу. Rəbbə izzət olsun. Аминь. Amin. Тогда нам только остается только записаться. Bizə qalıb ki, ora qeydiyyatdan keçək И вот уже в следующее воскресенье və в bu artıq особенности- gələn bazar günüdür. Да, перед Рождеством хотим пригласить каждого тоже поучаствовать. Miladdan öncə biz istəyirik hər bir kəsi dəvət eləyək, Мы приглашаем вас iştirak eləmək üçün. Sizi сделать dəvət eləyirik ki, подарок для Иисуса Христа. İsa Məsihə bir hədiyyə eləyəsiniz. Потому что лучший подарок для Него – это спасение людей. Аминь. Çünki onun üçün ən yaxşı hədiyyə insanların xilasıdır. Поэтому после собрания в следующее воскресенье не уходите сразу. Ona görə də gələn bazar günü o dəqiqə getməyin evlərinizə. кто может записаться в эту группу? Kim qeydiyyatdan keçə bilər, Каждый yazıla член bilər. церкви. Hər bir məbəd üzvü. Скажи своему Öz соседу, qonşuna belə de. давай запишемся в эту группу. Gəl bu qrupa yazılaq. Аминь. Amin. Библейская школа, Bibliya студенты məktəbi, библейской школы. oranın tələbələri. И еще главное место в этой группе Ən əsas yer bu qrupda. занимает молодежь. Oranı gənclər təşkil edir. Аминь. Amin.
Потому что молодежь, она энергичная. Ona görə ki, bu gənclər çox enerjilidirlər. И молодые, они могут спасать молодых. O gənclər elə gəncləri də xilasa Итак, мы gətirə с bilər. Настей вас приглашаем. Biz Nastya ilə sizi dəvət И давайте edirik. вместе скажем «Добро Gəlin, пожаловать!» elə deyək, xoş gəlmisiniz. Вау, так чудесно, спасибо большое. Çox sağ olun. Это мощно просто. Çok, Добро güclü. пожаловать. Мне Hoş сказали, что gelmişsiniz. меня уже добавили, так что сканировать уже не надо, я уже там в группе. Mən artıq o qrupun Слава Богу, да, в içindəyəm. такие моменты мне не надо спрашивать, меня просто добавляют, и все, я уже там Məndən бываю. heç soruşmaq lazım deyil, Как mən дважды два. oradayam artıq. Я благодарен. İki üstə gəl iki kimi. Слава Богу. Да, Хотел да. бы плавно перейти на добровольное пожертвование. Gəlin, А ведь они у könüllü нас yəni добровольные. edəcək. Bu könüllüdür, düzdür? Они у нас добровольные. Bizdə bu könüllüdür, düzdür? Аминь, добровольные. Bu könüllüdür. Я бы хотел, чтобы мы открыли Лука 8 глава 3 стих. Mən istərdim ki, Luka 8-ci fəsil 3-cü Интересно, ayəni интересно, açaq. что здесь написано. Burada maraqlı bir şey yazılıb. И Иоанна, жена Хуза, домоправителя Иродова, и Сусанна, и многие другие, которые служили ему имением своим. Hirodun eşik ağası Xuzanın arvadı Yuhanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər. Там был Иоанна, муж, который служил домоправителем Ирода. Və orada eşik ağası Xuzanın A также arvadı Susanna. da var idi, həm də Susanna var И idi. многие другие. Və bir başqaları da var idi. То есть, что они делали? Onlar nə edirdilər? Мы видим их любовь к нашему Господу. Biz onlarda İsa Məsihə olan məhəbbəti görürük. И мы видим, что эта любовь, Və biz görürük ki, bu məhəbbət она не осталась незамеченным или неотмеченным. və o nəzərdən kənar qalmayıb. Делясь своим имуществом всем, что есть с Иисусом Христом, Öz əmlakını ayır, elə ayır səndə nə varsa. они мало думали о том, что пройдут века, и в последующих веках Və onlar o barədə düşünmürdülər ki, əsrlər keçəcək, что это будет записано, bu haqda yazılacaq и об этом 2000 лет будут говорить, və bu barədə 2000 il danışılacaq. о их щедрости Onların и səxavətlərindən, этом таком гостеприимстве к Иисусу. İsa'ya olan qonaqpərvərliklərindən. Я расскажу такой случай из жизни моего друга с острова. Mən adada olan bir dostumun həyatından hadisə danışmaq istəyirəm. Доброе дело, если в тайне, даже не остается так в тайном. Xoş məram heç vaxt sirdə qalmır. Мой друг открыл такой маленький бизнес, делал мебель, O mebel Cel- deməli işi açmışdı. и работа у него не шла. O işi neysə irəli getmirdi. И в это время, по прошествии времени, он потом рассказал мне, что у него шла борьба, отдавать ли десятину и пожертвования вообще в церковь. Onda belə bir mübarizə var idi, 10% və iyanə vermək barədə. Почему они собирают, что это нужно, O как это belə нужно? deyirdi, niyə görə onlar bunu yığırlar, nəyə görə bu lazımdır? И один раз он пришел в церковь O bir dəfə məbədə gəlmişdi. и решился пожертвовать с определенной суммой. Bir müəyyən bir məbləği o vermək istədi. Когда он решился это пожертвовать, ведра прошли мимо, Və o bunu etmək istəyəndə O не vedrələr uspел. onun yanından keçdi və o ora heç nə и qoya он стоит bilmədi. такой, я хочу отдать уже. O belə deyirdi ki, mən istəyirdim artıq vermək. А у нас там есть ящик, на здание мы собираем. Və orada bizdə bir yeşik var, ora biz bina üçün Ой, и iyanələr он положил veririk. туда. Və o ora qoydu pulunu. Проходит не знаю сколько времени, Bir neçə vaxt keçir, полночи или рано утром, мне звонок от него. gecənin yarısı ya da ki səhər ertən ondan zəng gəldi mənə. Тот человек, который вот боролся и скептически относился к этому, кричит мне в трубку. O belə bir münasibətlə mənim qulağıma belə qışqırırdı. Руслан, ты понимаешь? Bilirsənmi Ruslan? Знаешь, что со мной случилось? Bilirsən nə baş verib? Я не могу понять, как это вообще происходит. Mən başa düşmürəm, bu necə baş verə bilər? И он рассказывает, я говорю, что случилось? Вообще, что произошло? Nə baş verib soruşdu. Нет, ты не понимаешь, что ли? Sən Я с başa просонья düşmürsən. думаю, как не понимаю, что? Я не понимаю. Nəyi başa düşmürəm axı? Он говорит, я пришел в церковь, Mən məbədə gəlmişdim. и у меня была борьба, много долго отдавать или не отдавать Богу. Məndə mübarizə var idi. Rəbbə verim ya verməyim. Но в этот раз я решился, Amma bu dəfə qərara gəldim ki, я положил сумму. və mən o məbləği qoydum. Не успел я выйти со двора церкви,
Mən məbədin heç həyətindən keçməmişdim ki, как мне пришел звонок, mənə bir zəng gəldi. а вы могли бы сделать нашу работу? Siz bizim işi görə У нас вот bilərsinizmi? такой-то заказ в определенный район. Belə bir, bax bu rayona belə bir sifarişimiz var На sizə. 300 или 400 километров вдали от Пир-Аллахи. Pir Allah'ından 300-400 On kadar kilometre услышал uzaklıkta. это. Bunu eşidəndə Он говорит, как я это сделаю? mən soruşdum ki, nə Но когда он necə услышал, edəcəm? сколько за это заплатят, O eşidəndə A ki, tam было ona nə несколько qədər pul тысяч. veriləcək. Orada bir neçə min manat var idi. и он такой, и он говорит, я прям там покаялся, и у меня Və слезы. mən elə oradaca tövbə elədim, göz yaşlarım axdı. Господь, прости меня. Ya Rəbb, məni bağışla dedim. И потом он когда закончил эту работу, Və bu işi başa vurandan и он sonra опять звонит, говорит, Руслан, yenə də zəng eləyir, deyir, я не знаю, Ruslan, как уже быть. mən bilmirəm daha necə Работа edim. за работой завалила, что мы с супругой не успеваем просто ее делать. Mənim işlərim biri-birinin ardınca sifarişlər Руслан, gəlməyə как это başlayır. остановить? Bilmirəm onu necə dayandırım. Я говорю, Бог тебя благословил. Mən dedim ki, Tanrı sənə xeyir dua verdi. Продолжай делать Божье дело. Tanrının işini etməyə davam et. Так что и сегодня Beləcə də bugün эти женщины, bu qadınlar, известные, знаменитые или же Bunlar- не знаменитые, bunlar həm məşhur ola есть bilərlər, денег həm или də нет, yox. они не думали о том, Bunlar- что когда-то о них будет записано и о них будут говорить. Onlar heç vaxt düşünmürdülər ki, onlar haqqında yazılacaq, danışılacaq. Но они просто продолжали сеять жизнь Иисуса. Onlar İsa'nın həyatına əkməyə davam Со edirdilər смирением служили. və bunu müti olaraq edirdilər. Но тайное, которое делалось со Христом или для Христа, İsa Məsih üçün olunan sirli işlər, она была записана на небесах и в onlar Библии. göylərdə yazılmışdı. Так что то, что ты делаешь тайное, Əgər sən bunu sirlə я edirsənsə, делаю тайное, запишется в небесах. onlar göydə artıq qeydə alınır И это в вечность видно. və bu əbədiyyətdə И olacaq. насколько Господь хочет просто благословить и дать нам прорыв духовно. Və bizə ruhani dəlib keçmək verir Tanrı. Я думаю, в это время, в это последний месяц этого года, кануне Рождества, Bu ilin son ayında və milad öncəsi пусть Господь просто наполнит наши сердца o собой. Rəbb özü ilə bizim qəlblərimizi doldursun И то, что мы увидим внутри, мы можем это смелостью сеять, жертвовать və biz bunu daxilimizdə görəcəyik və mütiliklə əkəcəyik и отдавать просто və Ему. Tanrıya verəcəyik sadəcə. Давайте возьмем свои финансы. Gəlin öz maliyyələrimizi götürək. Дорогой Господь, мы просто благодарим Тебя. Ya Rəbb, sənə sadəcə təşəkkür Мы edirik. благодарим Тебя, Biz Господь, за эти sənə финансы. təşəkkür edirik bu maliyyələrə görə. Скоро Рождество, Господь. Çox tezliklə milad И bayramıdır. Ты родился, Господь, и это радость для нас. Sən doğulmusan bizim sevincimizə görə. Господь, и мы хотим просто отдавать это, Господь, Тебе Biz подарок. sənə bunu hədiyyə olaraq vermək istəyirik. Сей Твое Царство Sənin şahlığına əkmək. на протяжении этих недель, Bu həftələr boyunca, в этом месяце, в этом году. bu ildə, bu ayda. Потому что все наше имущество, Ona Господь, görə ki, bütün bizim əmlakımız не только на словах, но и на дела принадлежит Тебе. təkcə sözlərdə deyil, həm də əməldə sənə məxsusdur. И помоги нам, Господь, щедрости Твоей, щедрости сердец, Господь, наших, просто приносить это к ногам Твоим. Və bizə kömək elə ki, biz öz ürəyimizin səxavəti ilə bunları sənin ayaqların altına Мы qoyaq. просто благодарим Тебя за это, Sənə buna görə təşəkkür eləyirik, ya Rəbb. что мы можем сеять Твое Царство. Sənin şahlığına biz əkə bilirik. Да будет прославлено Твое имя Qoy sənin ismin во izzətlənsin. имя Иисуса. İsa Məsihin ismi ilə Сейте с радостью, sevinclə əkin. и Господь да благословит вас, Qoy Tanrı sizə xeyir dua versin. инвестируя в свое будущее Və духовно, öz gələcəyimizə ruhani sərmayə qoyuruq и инвестиция в дело Божие навечно. və biz Tanrının işləri üçün sərmayə qoymuş oluruq. Спасибо, Господь. Çox sağ ol, ya Rəbb.
Я хочу поблагодарить всех тех, которые смотрят нас онлайн. Bizə onlayn baxanlara təşəkkür etmək istəyirəm. Спасибо, что вы смотрите. Çox sağ olun ki, baxırsınız. Бог благословит вас там, где вы есть. Orada olduğunuz yerdə Tanrı sizə xeyir dua versin. И за ваше каждое даяние пусть Господь благословит вас. Hər bir verdiyiniz maliyyəyə görə qoy Tanrı sizə xeyir Вы dua часть versin. нашей церкви. Siz bizim məbədimizin bir hissəsisiniz. Я даже хотел спросить, есть ли здесь люди, которые первый раз пришли на это место? Həmçinin soruşmaq istəyərdim. Burada elə adam var ki, birinci dəfə gəlib bura. Ты никогда не примирялся со Христом. Heç vaxt Məsihlə То barışmamısan. есть ты не имеешь дружбу с Ним. Есть ли такие люди здесь? Onunla dostluğun yoxdur. Əgər belə insan varsa Ты не burada, знаком, ты первый раз пришел. sən heç tanış deyilsən, sən ilk dəfə И ты gəlirsən. хочешь... Я увидел тебя. Приветствую вас. Sizə, Приветствую вас. sizi salamlayıram Приветствую burada. вас. Salamlayıram Не burada. уходите, пожалуйста, до конца. Getməyin axırda. И в конце у нас будет сюрприз для вас. Sonda Есть ли еще sizinlə люди? görüşəcəyik. Yenə var mı belə bir Если insan? вы здесь, я знаю, что вы здесь, Mən bilirəm ki, будьте siz с нами до конца в buradasınız. этот праздник. Sona qədər bu bayramda bizimlə olun. И сейчас я хочу пригласить дорогого пастора Ушана. Biz əziz pastorumuz Дорогой пастор Ушан, добро Rövşəni пожаловать, и он будет burada делиться с dəvət нами о eləmək радости. istəyirəm. İndi o kəlamla burada bölüşəcək. Sabahınız xeyir. Ага, все. Доброе утро, церковь. Məbəd, Рад sabahınız всех вас xeyir. видеть. Şadam sizi görməyə. Это благословение, что мы Bu xeyir утром duadır собираемся. ki, biz səhər-səhər toplanırıq. И мы бываем благословены тем, что мы вместе. Biz onunla xeyir dualıyıq ki, bir yerdə toplanırıq. И наша радость заключается в том, что у нас Господь жив. Bizim Amin. sevincimiz ondan irəli gəlir On ki, pravda bizim живой Rəbbimiz diridir. O İyi. canlı Tanrıdır. Вчера у нас прошло хорошее лидерское собрание здесь. Dünən bizdə burada yaxşı bir lider toplantısı И keçdi. служители, они благословение для этой церкви. Bu məbədin xeyir dualarıdır xidmətçilər. Все, что работает, движется, передвигается, Burada здесь всё işləyən, hər bir şey, hərəkət светится. eləyən, Это işıqlanan hər şey огромная команда служителей, bu xidmətçilərin böyük bir komandasının hesabınadır. которая обслуживает все эти собрания. Hansı ki bu И мы toplantıların благодарны hamısına Богу за каждого xidmət служителя. göstərirlər. Давайте Biz воздадим hər bir аплодисменты. xidmətçiyə görə təşəkkür edirik. Gəlin onları Slava Bogu. alqışlayaq. Rəbbə izzət olsun. Сегодняшняя тема у нас, мы движемся в Bugünkü- Рождестве. Да? Bugünkü mövzumuz biz miladda irəliləyirik. Мы движемся в Рождестве. Biz miladda irəli gedirik. И, как вы видите, уже третья свеча зажжена. Gördüyünüz kimi üçüncü şam artıq yandırıldı. И четвертая будет на следующей неделе зажигаться. Dördüncü gələn həftə yandırılacaq. И это будет благословение. Və bu xeyir dua olacaq. Мы как церковь будем торжествовать этот момент. Biz məbəd olaraq bu bayramı, bu anı bayram edəcəyik. Знаете, если дьявол знал бы, что Иисус пойдет на крест, Əgər iblis bilsəydi ki, İsa çarmıxa gedərək он никогда бы этого не допустил. gedir, o icazə verməzdi bu hadisə baş versin. Дьявол торжествовал, İblis bayram keçirdirdi. когда видел Сына Божьего распятым. Tanrı oğlunu çarmıxda görəndə. И как один проповедник сказал, он пресс-конференцию дал в аду. Bir vaiz belə bir söz demişdi. O pres konferensiya keçirtmişdi cəhənnəmdə. Что мы победили Сына Божьего. Biz Rəbbin, Tanrının oğluna qalib gəldik Мы его deyirdilər. убили на кресте. Biz onu çarmıxda öldürdük deyirdilər. Да, Сын Божий умер. Tanrının oğlu öldü. И проблема дьявола была, что он не знал наперед, что будет. Amma iblisin problemi ondaydı ki, o bilmirdi gələcəkdə nə olacaq. Что Иисус Христос был воскрешен. İsa Məsih Slava diriləcəkdir. Господу! Rəbbə izzət olsun. В этом вся сила. Bütün güc bundadır. И я хотел об этом сегодня проповедовать. Mən bu barədə bugün vəz etmək Я istəyərdim. хотел сегодня говорить о триумфе Христа, Mən İsa Məsihin triumfundan danışmaq о istəyirdim. торжестве Христа. Məsihin deməli bayramından, qələbə çalmağından. Мы торжествуем сегодня. Biz bugün bunu qeyd eləyirik, Мы сегодня qələbəni. радуемся тому, что наш Господь воскрес. Biz bugün sevinirik ki, bizim Rəbbimiz o dirilib. И триумф – это латинское слово «триумфус».
Triumf sözü Latın sözündən götürülmüş triumphus. Это выдающийся, блестящийся успех. Deməli, çox görkəmli bir uğur Торжество. deməkdir, müvəffəqiyyət. Это в Древнем Риме, когда возвращался император, Qədim Romada imperator qayıdanda который imел победу в больших сражениях, böyük mübarizələrdə qələbə gələndə называлось триумфом. bu triumf adlanırdı. Если ты захочешь, можешь в интернете посмотреть. Sən buna internetdə də baxa bilərsən. На Ютубе возвращение Цезаря в Риме, когда он возвращался. Sezarın Romada onun qayıdışına. И знаешь, это было, что весь народ собирался, Bu oydu ki, bütün xalq toplanırdı. и он въезжал на огромной колеснице. O böyük bir arabayla qayıdırdı. И 4 белых коня везли эту колесницу. 4 ağ at onu gətirirdi. У него на голове был золотой, такой, как ободок или как корона, можно O, сказать. onun başında bir qızıldan bir tac var idi. Sзади следовали войска. Onun ardıyca isə qoşun gəlirdi. Впереди вели пленных, которых он пленил. Qarşıda isə onun əsarətə götürdüyü insanlar И gedirdi. знаете, было огромное торжество, огромная Çox радость. möhtəşəm bir şadyanalıq və sevinç var idi. Народ радовался. Xalq sevinirdi. Но сегодня мы торжествуем то, что наш император грядет. Biz bugün ona görə sevinirik ki, bizim imperatorumuz qayıdır. Наш император Иисус Христос. Bizim imperatorumuz o İsa Məsihdir. Аллилуйя, слава Богу. Аллилуйя. Псалом 9 и 3 9. стих. Zəbur. И там написано: «Буду радоваться и торжествовать о Тебе. В песнях имя Твое прославлю, Всевышний». Sənin barəndə sevinəcəyəm, sənin adına, möhtəşəm adına mahnılar deyəcəm. Псалом 67, 4 стих. 68-ci Zəbur, 4-cü ayə. «А праведные радоваться будут, торжествовать перед Богом и ликовать от радости». Salihlər sevinəcəklər və Tanrı qarşısında sevinclə həmd edəcəklər. Что есть наша радость? Bizim sevincimiz nədir? Что есть наша эмоция глубокая? Bizim dərin emosiyalarımız necə özünü То, göstərir? что Бог, Он совершил для нас. O bizim üçün, Tanrının bizim üçün etdiklərinə görə. Обычно мы радуемся, когда у нас в жизни какие-то моменты происходят. Adətən biz həyatımızda baş verən bəzi anlara görə sevinirik. Но это глубокое торжество внутри нас. Lakin bu dərin bir deməli şadyanalıqdır bizim Что Бог дал qəlbimizdə нам победу. ki, Tanrı bizə o qələbəni verib. Знаете, если Он не умер на кресте, Əgər o çarmıqda ölməsəydi, мы не могли торжествовать победу. biz bu qələbəni şadyanalıq eləyə bilməzdik. В том-то и дело, что Его смерть Və məsələ də ondadır ki, onun ölümü и Его və воскресение onun dirilişi дало нам торжество. bizə bu deməli müvəffəqiyyəti verdi. 2 Коринфянам, 2-ci 2 глава, Korinflərə 2-ci fəsil 14 стих. və 14-cü ayə. Но благодарению Богу, который всегда дает нам торжествовать во Христе, и благоухание познания сие распространяет нами во всяком месте. Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun. Ибо мы Христово благоуханию Богу в спасаемых и в погибающих. Для одних запах смертоносный на смерть, а для других запах живительный на жизнь. Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik. Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır? И кто способен к всему? Ибо Belə bir мы iş üçün kim yararlıdır? не повреждаем Слово Божие, как многие, но проповедуем искренне, как от Бога, пред Богом во Христе. Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik. Əksinə, Allah tərəfindən göndərilib Allahın huzurunda Məsihdə olaraq səmimi qəlbdən danışırıq. Итак, есть слово торжествовать. Təntənə sözü var.
Что мы торжествуем? Biz nəyi təntənə edirik? Воскресение Христа. İsa Məsih'in dirilişini. Как мы его Biz торжествуем? onu necə təntənə edirik? Оно внутри нас. O bizim daxilimizdədir. Торжество внутри нас. O təntənə bizim içimizdədir. У меня была соседка, Mənim которая bir привела qonşum var мою idi. маму к Богу. Mənim deməli anamı Tanrıya gətirmişdi. И каждый раз, когда я видел ее, Hər zaman mən onu görəndə она мне говорила о том, что, Рошан, у меня песни про Бога внутри поются. o mənə deyirdi ki, Rövşən, Tanrı haqqında mahnı mənim daxilimdə səslənir. Ну, вначале для меня это было странно. Əvvəllər bu mənə qəribə görünürdü. Я не понимал, как могут песни внутри петься. Mən başa düşə bilmirdim ki, necə ola bilər mahnı daxildə Ну səslənsin. как, человек обычно, когда поет, он изо рта поет. Amma insan mahnını oxuyarkən o ağzı ilə oxuyur. Ну, в крайнем случае, в мозгах он может, ну как, слова песни вести. Əvvəl-axır bəlkə beynində bu deməli sözləri davam eləyə bilər. Ну, как pеть можно внутри? Amma daxilində necə oxumaq Я olar? задавался этим вопросом. Mən bu sualları verirdim. Ну, когда я сам стал петь внутри, Sonra mən daxilimdə özüm oxumağa я эту başlayanda женщину понял. və mən o qadını artıq anlayırdım. Мы торжествуем внутри. Biz içərimizdə keçiririk o Наш дух, он təntənəni. торжествует. Bizim ruhumuz keçirir bu И təntənəni. Библия об этом пишет. Və Bibliya bu haqda yazır. Если внешне изо дня в день тлеет, Əgər xarici görünüşümüz gün-gündən köhnəlirsə, то внутренне изо дня в день обновляется. daxilimiz isə gün-gündən təzələnir. Мы rастем внутренне. Biz daxilən böyüyürük. Нас видят внешне, Bizi, zahirimizi görürlər. но мы сильны внутри. Amma daxildə biz güclüyük. Бог говорит, торжествуй мою победу каждый день. Biz həmin qələbəni hər gün təntənə edirik. Так и написано в Слове Божьем. Eləcə də yazılıb Tanrı Но kəlamında. благодарению Богу, который всегда дает нам торжествовать во Христе. Rəbbə izzət olsun həmişə o İsa Məsihdə olan təntənəmizə görə. Он dает нам внутреннюю победу, O bizə daxili qələbəni verir. а это проявляется внешне. Bu isə zahirən özünü göstərir. Радость на наших устах, Bizim ağzımızdadır bu sevinç. радость в нашем разуме, Bizim düşüncəmizdədir bu sevinç. радость в нашей ежедневной жизни. Hər günkü günümüzdədir bu Это sevinç. не только эмоция. Bu təkcə emosiyalar deyil. Благодарению Богу, что Он дает нам торжествовать. Rəbbə təşəkkür eləyirik ki, hər gün o bizə bu təntənəni И yaşadır. следующее написано, и Sonra благоухание yazılıb познания о себе. Və özü haqqında deməli xatırladaraq bu ətiri saçırıq. Распространяет нами во всяком месте. Hər yerdə Allaha şükür olsun ki, hər tərəfə yayılır bu. Итак, что значит торжествовать? Nə deməkdir təntənə etmək? Это торжествовать над своим соперником, Öz rəqibin üzərində olan deməli təntənədir. то есть над тьмою. Yəni qaranlıq üzərində. Добро торжествует над злом. Yaxşılıq pislik üzərində qalib gəlir, təntənə edir. Истина, она всегда торжествует. Həqiqət hər zaman qalib gəlir. Это значит радоваться, Bu o deməkdir ki, sevinmək. ликовать по поводу победы над кем-то. Kimin üzərində isə qələbə çalmaq barəsində təntənə etmək. Также торжество – это празднество. Və bu həmçinin də təntənənin bir bayrama çevrilməyidir. Народное, вселюдное, Və insanların arasında bütün xalqla празднование birgə какого-то события. hər hansı bir hadisənin deməli bayrama çevrilməsi. Вы знаете, мы люди, которые берут частичку этого праздника Biz o insanlarıq ki, bu bayramın bir hissəsini götürürük и nесем в этот мир. və götürüb gedirik bu dünyaya. Мы недавно были в магазине с семьей. Ailecə bu yaxınlarda bir dükana Ну, girmişdik. хотели что-то взять для Рождества, празднования Milad Рождества. bayramını keçirtmək üçün əşyalar götürmək И istəyirdik. вы помните, времена были, что когда очень трудно вообще это слово Merry Christmas найти было. Elə vaxtlar var idi ki, əvvəllər Merry Christmas yazılan bir şeyi tapmaq belə çətin idi. И каждый год мы, ну как, доставали с трудом. Hardansa çətinliklə bu şeyləri tapırdıq biz. Иногда из-за границы просили, чтобы Bəzən нам привезли. xaric eləyirdik ki, onlar gətirsinlər. И в этот раз мы zашли в магазин. Bu dəfə biz dükana girəndə Ой, да,
По-моему, весь Азербайджан Merry Christmas празднует. Mənə elə gəlir ki, bütün Azərbaycan Merry Christmas-ı təntənə Что edir. хотите есть? Я Hər такое nə не видел. istəyirsiniz var. Mən heç vaxt belə şey görməmişdim. Мы уже хотели купить весь магазин. Biz istəyirdik bütün dükkanı alaq. Вау! На тематику Рождества сегодня столько вещей есть, столько красивых Miladın вещей. mövzusunda o qədər gözəl şeylər satışa qoyulub ki, Моментально наш дом украсился. bizim evimiz o andaca bəzəndi. И кто может торжествовать? Kim bunu bayram edə bilər? Библия пишет, что народ Бога Всевышнего. Bibliya yazır ki, möhtəşəm Tanrının xalqı Имеешь ли ты право участвовать в триумфе Иисуса? İsa Məsihin təntənəsində sən iştirak eləməyə haqqın varmı? Конечно. Layiqsənmi? Потому Əlbəttə. потому что Он тебя приобрел дорогой ценой. Ona görə ki, o səni çox qiymətli, deməli, çox baha qiymətlə alıb. Деяние 20 глава, 28 стих. Həvarilərin işləri 20-ci fəsil, 28-ci ayə. Итак, внимайте себе и всему стаду, который Дух Святой поставил вас блюсти тьме, пасти церковь Господа и Бога, которую Он приобрел себе кровью Своей. Həm özünüzə, həm də müqəddəs ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın öz oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. Это так sильно, Bu çox güclüdür. потому что никто не приобретал народ своей жизнью. Çünki heç kəs xalqı öz həyatı bahasına əldə etməyib. Многие говорят о народе, Çoxları danışır xalq но никто barəsində, не кладет свою жизнь. amma öz həyatını onun üçün vermir. Что сделал Иисус? İsa neyləmişdi? Он отдал свою жизнь. O öz həyatını vermişdi. Rождество – это же не только подарки. Milad təkcə hədiyyələr deyil. Это не только красивые слова. Bu təkcə gözəl sözlər də deyil. Рождество – это осознание того, что сделал для нас Иисус. Milad İsa'nın bizim üçün etdiyini dərk eləməkdir. И вы знаете, Он не просто давал свою жизнь. Sadəcə o öz həyatını verməmişdi. Ему было очень больно. O çox ağrılar çəkdi. И это не была простая боль. Bu sadə ağrılar deyildi. Тот фильм, который мы смотрим «Страсти Христовы», O film ki biz baxırıq Məsihin deməli əzabları, он показывает о всех страданиях Христа, o İsa Məsihin bütün əzablarını которые göstərir. Он пронес на кресте. Hansılar ki o çarmıqda öz üzərinə götürmüşdü. Крест – это место bесконечной боли, Çarmıq bitməyən ağrının yeridir. которая закончилась смертью. Hansı ki ölümlə sona И çatdı. все это Он сделал для чего? Bütün bu şeyləri o nə üçün etmişdi? Для того, чтобы ты сегодня был Ki, счастлив. sən bugün xoşbəxt olasan deyə. Чтобы ты был сегодня счастлив. Sən bugün xoşbəxt olasan deyə. Счастлив и еще раз счастлив. Xoşbəxt olasan, xoşbəxt Бог olasan умер deyə. за тебя. Tanrı sənə Он görə ölüb. приобрел тебя tяжелую ценою. O çox ağır ödəniş verib səni əldə eləmək üçün. Вот что мы торжествуем. Bax bunu biz təntənə qeyd edirik. Триумф нашего Господа. Bu bizim Rəbbimizin triumfudur. Триумф, который несравним. Hansı ki heç bir şeylə müqayisəyə gəlməz. Niçin? Heç bir şeylə. И знаете, Bilirsizmi? мы видим в Библии. Biz Bibliyada görürük. Я хочу вам показать одну параллель насчет того, что было, если мы смотрим на народ Божий. Əgər biz xalqa baxırıqsa, mən bunun paralelini göstərmək И была istəyirəm. ситуация с Павлом. Paulla olan bir vəziyyəti. Давайте мы откроем Деяния 22 главу. Həvarilərin işləri 22-ci fəsli 28 gəlin sirdə. açaq və 28-ci ayədən oxuyaq. Тысяченачальник отвечал: я за большие деньги приобрел это гражданство. Minbaşı cavabında mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm dedi. Павел же сказал: а я родился в нем. Paul dedi, mən isə doğulandan Roma vətəndaşıyam dedi. Тогда тотчас отступили они от него, хотевшие пытать его. Onu soruya çəkmək istəyənlər dərhal onun yanından geri А çəkildilər. тысяченачальник, узнав, что он римский гражданин, испугался, что связал его. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərək qorxdu. Видите, простое римское гражданство. Sadəcə Roma vətəndaşlığına görə. Они хотели пытать Павла, Onlar istəyirdilər əzab versinlər а Paula. Павел сказал, что я гражданин Рима.
Paul dedi ki, mən Roma vətəndaşıyam. А что такое гражданин Рима? Nə deməkdir Roma vətəndaşı А olmaq? его даже не имели права прикасаться к нему. Və heç ona toxunmaq belə olmazdı. Потому что у Рима были законы. Ona görə ki, Romanın öz qanunları var idi. Tысяченачальник это не маленький человек в то время. Minbaşı da o zamanın heç kiçik adamı değildi. Тысяченачальник, он на 1000. O minlərin başında durmuşdu. То есть это военачальник. Bu hərbi bir rəis idi. Но и то он испугался. O da belə bundan qorxdu. Потому что у Рима были законы. Ona görə ki, Romanın öz qanunları var idi. И закон гласил, нельзя без права наказывать человека. Və Без bu доказательства. qanun deyirdi ki, sübut olunmamış insana cəza vermək olmaz. Итак, римляне имели Ромалар? закон. Romalılar və onların qanunu И они пользовались этим законом. və onlar bu qanundan istifadə edirdilər. Сегодня граждане небес, Və biz bugün göylərin vətəndaşıyıq, граждане Небесного Царства göydəki səltənətin vətəndaşı, должны знать законы Небесного Царства. vətəndaşı olaraq göydəki vətəndaşlığın qanunlarını bilməliyik. И мы живем в этом миру. Və biz bu dünyada yaşayırıq. Мы исполняем законы этого мира. Biz bu dünyanın qanunlarını yerinə yetiririk. Но мы живем по законам Царства Небесного. Amma biz göyün səltənətinin qanunları ilə И мы yaşayırıq. этим торжествуем. Və bununla da biz təntənə edirik. Я не отвергаю законов этого государства. Mən bu dövlətin qanunlarını inkar etmirəm. И я их исполняю. Mən onları yerinə yetirirəm. Но у меня есть законы моего царства. Amma mənim səltənətimin qanunları var. Ибо я гражданин небес. Ona görə ki, mən oranın Alleluya! vətəndaşıyam. Aleluya. Слава Господу! Rəbbə izzət olsun. Держи это откровение. Bu vəhi özün üçün tut, saxla. Потому что торжество наше внутри нас. Ona görə ki, bizim təntənəmiz daxilimizdədir. Мы радуемся этой победе. Biz bu qələbəyə sevinirik. Много побед в этом миру. Bu dünyada çoxlu qələbələr var. Но ни одна из этих побед не сравнится с победой Христа. Amma bu qələbələrin heç biri İsa Məsihin qələbəsi ilə müqayisə olunmaz. И ты можешь с этой победой идти в этой жизни. Sən bu həyatda bu qələbə ilə yaşamağa davam edə Да, bilərsən. жизнь имеет множество вызовов. Düzdür, həyatın çoxlu çağırışları var. Она иногда бывает несправедлива. Bəzən onlar ədalətsiz ola bilir. Но мы живем по законам Царства Небесного. Amma biz göydəki səltənətin qanunu ilə yaşayırıq. И тогда все склоняется Onda hər şey əyiləcək. перед именем Господа İsa нашего. Məsihin, bizim Rəbbimizin qarşısında. Нет такой силы Elə bir güc yoxdur и ki, нет такого имени, elə bir ad da yoxdur ki, который перед ним встала. onun qarşısında dik dayansın. Даже смерть встала на колени перед Христом. Həmçinin də ölüm onun qarşısında diz çöktü. Аминь. Amin. И давайте посмотрим. Я хотел 4 вещи разобрать с вами. Mən sizinlə 4 şeyi araşdırmaq istəyərdim. 4 вещи, которые хотел Господь, чтобы мы исполняли. Rəbb istəyir ki, bu 4 şeyi biz yerinə yetirək. Потому что stульчик, на котором ты сидишь, Ona görə ki, o stullar ki, siz üzərində oturmusunuz, имеет 4 ножки. onların Да, 4 спасибо. ayaqları var. Иногда мы в русском языке тоже забываем. Итак, 4 ножки. 4 ayağı var. И что делает этот стул? Nə edir bu stul? Он делает стабильность. O, deməli, möhkəmlik yaradır. Он делает стабильным тем, что ты сидишь. O, sənin oturduğun yeri Тебе möhkəm комфортно, saxlayır. тебе хорошо. Sənin üçün Давайте мы rahatdır. разберем, что хотел Иисус. Gəlin baxaq görək İsa nə istəyirdi. Конечно, Он большего хотел, но мы разберем вот эти O 4 daha çox şey istəyirdi, основные amma вещи. əsas 4 şeyə baxacağıq. Первое, это Иисус говорил, Он цитировал пророка. Birincisi, o Peyğəmbərdən stat gətirirdi. Иисус сам слово, İsa özü bir но kəlamdır, Он цитировал слово. amma o kəlamdan stat Вот как gətirirdi. важно вам цитировать слово. Bax, bizə də lazımdır ki, bu Это kəlamı очень важно. stat gətirək. Çox vacibdir. И когда мы говорим слово, Biz kəlamı söyləyərkən мы включаем 2 памяти. 2 yaddaşı işə gətiririk. Это зрительную память. Bu həm gözlə görünən Bir yaddaşdır, sluhovую pamять. həmçinin də eşitməklə. Иисус нас всегда учит.
İsa hər zaman bizi öyrədir. Когда ты смотришь на Иисуса, ты никогда не ошибешься. Sən İsa'ya baxsan, heç vaxt deməli səhv etməzsən. На человека смотришь, можешь ошибиться. İnsana baxırsan, onda səhv eləyə Ana bilərsən. İsusa niyə? Amma İsa'ya baxarkən yox. И вот здесь Иисус, Он говорит, İsa burada Матфея deyir, 9 глава 10 Matta стих. 9-cu fəsil 10-cu ayədə. И когда Иисус возлежал в доме, многие мытари и грешники пришли и возлегли с Ним и учениками Его. İsa evdə süfrəyə oturanda bir çox vergi yığanlarla günahkarlar gəlib onunla və şagirdləri ilə birgə oturdular. Увидев то, фарисеи сказали ученикам Его, для чего учитель ваш ест и пьет с мытарями и грешниками? Fariseylər bunu gördükdə onun şagirdlərinə dedilər, niyə müəlliminiz vergi yığanlar və günahkarlarla birgə yemək yeyir? Иисус же, услышав это, сказал им, не здоровые имеют нужду во враче, но больные. Пойдите и научитесь, что значит милости хочу, а не жертвы. Ибо я пришел призвать не праведников, но грешников к покаянию. Amma İsa bunu eşidəndə dedi, sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Gedin və mən qurban deyil, mərhəmət istəyirəm sözünün mənasını öyrənin. Çünki mən salihləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm. Итак, Иисус говорит, милости хочу. İsa deyir ki, mərhəmət istəyirəm. Почему Он хочет милости? Niyə görə o mərhəmət istəyir? Как часто мы судим? Çox vaxt biz mühakimə edirik. Вы согласны? Razısınızmı? Как часто мы судим? Çox tez-tez biz С mühakimə утра до edirik. вечера. Səhərdən axşama qədər. Мы судим словами. Biz sözlərimizlə Мы mühakimə всему edirik. даем оценку. Hər bir şeyə qiymət verməyə çalışırıq. Наш разум готов везде повесить ярлыки. Bizim beynimiz hər yerdən bir qiymət kağızı açmaq istəyir, А Иисус açmaq istəyir. показал, Amma İsa что göstərdi ki, мытари, грешники, Bu- люди, которые нуждаются в милости. İsa göstərdi ki, günahkarlar, vergi yığanlar, hər bir kəs onların mərhəmətə ehtiyacı Как var. трудно им сегодня. Çox çətindir onlara bugün. В каком состоянии они живут? Onlar hansı vəziyyətdə yaşayırlar Вы bugün? же вот, ходя в этом миру, вы видите, что творится в этом миру. Siz bu dünyada yaşayarkən görürsüz orada nələr baş verir. Иногда начинаешь с людьми разговор, а там проблемы, 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 проблемы. İnsanlarla söhbət eləməyə başlayanda orada ancaq problemlər görürsən. И всегда вопросы, как, что, почему. Həmişə belə bir sual doğur. Necə? Niyə görə? Иисус показал, İsa göstərdi. милости хочу. Mərhəmət istəyirəm. Милость, она больше, чем Mərhəmət. жертва. Mərhəmət qurbandan daha böyükdür. Да, мы готовы жертвовать, Господь. Əlbəttə ki, biz ya Rəbb, qurban vermək istəyirik. Но Господь ставит милость превыше жертвы. Amma Tanrı deməli mərhəməti qurbandan daha yüksəyə qoyub. Не суди, не будешь судим. Mühakimə eləmə ki, mühakimə А когда olunmayasan. мы судим, мы Biz становимся в mühakimə роли edərkən судьи. Бог, Он не хочет, чтобы мы были судьями. biz hakimlər oluruq. Rəbb istəmir ki, biz Вот hakimlər olaq. милости хочу. Ona görə deyir ki, mən mərhəmət istəyirəm. Прощайте, милуйте людей. İnsanlara rəhm eləyin, onları bağışlayın. Отпускайте им их грехи. Onların günahlarını bağışlayın onlara. Отпускайте их неправды. Onların doğru olmayan şeylərini buraxın. Через это ты свою жизнь спасешь. Bunun vasitəsilə sən öz həyatını xilasa gətirirsən. Мы все совершаем неправильные вещи. Bizim hamımız doğru olmayan şeylər edirik. Мы несовершенные люди. Biz kamil insanlar deyilik. Когда мы смотрим на Христа, Biz Məsihə baxanda мы видим Его совершенство. onun kamilliyini görürük. Он не осуждал. O mühakimə Вы etməzdi. помните женщину, которую Yadınızdadırmı? поймали в прелюбодеянии? Əxlaqsızlıq üstündə tutulan qadını yadınıza Руки salın. были подняты, камни были готовы. Daşlar hazır, əllər yuxarıdaydı. И они спросили, Onlar soruşurlar. İsus, İsa, что делать? neyniyək? Иисус ответил, кто из вас без греха первый бросит? İsa onlara cavab verir. Hansınız günahsızsızsa birinci daşı siz Что atın. же стало с этими мужиками, здоровыми, O готовыми? sağlam, hazır, daşı atmağa Убить. hazır olan, öldürməyə hazır olan kişilərlə nə baş verir? Я не говорю, что эта женщина не была виновата. Mən demirəm ki, o qadının heç günahı yox idi. И закон гласил правду. Qanun doğrunu deyirdi. Но Иисус, Он не согласен с законом. Amma İsa o qanunla razı değildi. Он идет выше, чем этот закон.
O bu qanundan yüksəyə qalxır. Он не оправдал женщину. O qadına bəraət vermir. Он сказал, кто из вас без греха первый бросит. O deyir ki, sizlərdən kim günahsızdırsa birinci daşı atın. Но оказалось, все грешные. Amma göründü ki, hamı günahkar Там imiş. оказалось, ни одного совершенного мужика не вышло. O insanların içində bir dənə də kamil kişi tapılmadı. Но женщине он сказал тоже. Amma qadına o Женщина, eləcə də dedi. где твои обвинители? Qadın, hanı sənin mühakimə Он сказал, edənlərin? никого нет, все O dedi ушли. ki, hamı gedib, heç kəs yoxdur. И Hamı тебе getdi. говорю, Onda dedi ki, sənə də İdi, deyirəm. vpred ne Get gреши. və bundan sonra günah etmə. может быть, в следующий раз меня не будет. Bəlkə gələn səfər mən olmayacağam. Братья и сестры, Bacı qardaşlar, Бог говорит, милости хочу. Rəbb deyir ki, mən mərhəmət istəyirəm. Милую ты спасаешь свою жизнь. Sən mərhəmət edərək öz həyatını xilas edirsən. Итак, он Beləliklə, пришел для того, чтобы миловать. o gəlmişdi ona görə ki, Чтобы миловать. mərhəmət etsin. И второе, İkinci, это я написал любовь. mən burada yazmışam, məhəbbət. 1 Иоанна 4:17. Yahyanın birinci məktubu 4:17. Любовь до того совершенства достигает нас, что мы имеем дерзновение в день суда, потому что поступаем в мире сем, как Он. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. И вы знаете, где есть милость, там и есть любовь. Hardakı mərhəmət var, orada məhəbbət də var. Она рядом. Onlar bir-birinin Это две yanındadır. сестры. Bunlar iki bacıdırlar И любовь надо совершенствовать. və məhəbbəti kamilləşdirmək lazımdır. Над ней надо работать. Onun üzərində işləmək lazımdır. Вы знаете, Господь Он нам дал очень хороший пример о Bilirsinizmi, любви. Rəbb bizə məhəbbət barəsində çox gözəl bir nümunə göstərib. Его убивали, а Он любил. Onu öldürürdülər, amma o sevirdi. И вы знаете, мы как люди пытаемся иногда себя защитить. Biz bir insan olaraq özümüzü mühafizə eləmək istəyirik. Если делаем что-то неправильное, Doğru olmayan bir iş edəndə, нас кто-то хочет скорректировать или поправить, bizə kimsə düzəliş vermək istəyəndə, но мы начинаем защищаться, biz özümüzü mühafizəyə çalışırıq. закрываться, Bağlanmaq istəyirik. оправдываться. Bəraət getiririk. И знаете, любовь, ее надо Bilirsizmi? совершенствовать внутри себя. Məhəbbəti daxilində В kamilləşdirməliyik. своих поступках, в своих Öz делах, əməllərimizlə, в hərəkətlərimizlə, своих устах, в öz своем разуме. dilimizlə, beynimizlə, düşüncəmizlə. И здесь написано, любовь до того совершенства достигает нас, Burada yazılıb ki, məhəbbət bizdə ona görə kamil что olub ki, мы имеем полное право в день суда, bizim tam haqqımız olsun qiyamət потому что günündə. поступаем в мире сем, как Он. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. И когда я шел, я услышал такое внутри себя. Mən bura gələrkən daxilimdə bir şey eşitdim. Ты живешь на основании слова, Sən kəlama əsasən по yaşayırsan. слову Kəlama görə и в слове. və kəlamın içində. И знаете, чем больше мы впускаем слово, Nə qədər biz daxilimizə kəlamı qəbul etsək, слово начинает внутри нас жить. bu kəlam daxilimizdə yaşamağa Потому что başlayır. само слово, оно живое. Ona görə ki, kəlamın özü çox canlıdır. Вот почему допускаю слову жить в тебе внутри. Sən daxilinə o kəlamı buraxanda ki, yaşasın, Ты совершенствуешься в этом слове. sən bu kəlamda kamilləşməyə başlayırsan. Слово и есть любовь. Kəlamın özü məhəbbətdir. Это живое слово. Bu canlı bir kəlamdır, sözdür. Это то слово, которым Бог sotvorил этот мир. Həmin o sözdür ki, o söz vasitəsilə bu dünya yaranıb. И сказал Господь вначале, да будет этот мир. Ən əvvəl Tanrı dedi ki, qoy bu dünya olsun və o oldu. Бог просто говорил, Tanrı sadəcə dedi. но Он не говорил какие-то бездушные слова. O qəlbsiz sözlər demədi. Он говорил слова, в которых есть жизнь. O sözləri dedi ki, hansındakı həyat var idi. И мы сидим и думаем, где же это такое слово? Biz düşünürük, əyləşib düşünürük ki, görəsən hansıdır bu söz? А Библия и есть Слово Божье. Və müqəddəs yazı elə özü Tanrının kəlamıdır. Так и написано, оно Eləcə də живое yazılıb, o и canlıdır, действенное. hərəkət edəndir. Идет на разделение духа и души, Qəlbi və düşüncəni bir-birindən ayırandır. составы мозгов.
və beynin düşüncələrini Оно нам ayırıb помогает. o bizə Оно нам o помогает. bizə kömək eləyir. Оно нам dает жизнь. O bizə həyat verir. Мы живем на основании Слова. Biz kəlama görə И yaşayırıq из нас исходит Слово. və bizim daxilimizdən o söz çıxır. И мы совершенствуемся в Слове. Və biz kəlamda kamilliyə doğru gedirik. И любовь до того совершенства достигает Və нас. məhəbbət bizdə ona görə kamil olub ki, Что мы начинаем видеть людей. Я və, вспомнил və insanları görərkən mənim yadıma gəldi. одного проповедника. Bir vəz edən Он дал основание və всему этому движению слова жизни. həyat sözü hərəkatına hər şeyi verən. И он приехал в Москву на O какую-то Moskvaya gəlmişdi, конференцию. bir konfransa И его gəlmişdi. везли на машине куда-то. Onu maşınla harasa aparırdılar. И вот этот проповедник, великий проповедник, который сделал большую, огромную работу Божью. Bu çox böyük bir təbliğçi idi. Tanrının möhtəşəm işlərini görürdü. Увидел пьяного человека, O bir sərxoş adam görür и он заплакал. və ağlayır. Кто его вез, люди все Kim испугались, onu подумали, что aparırsa случилось. yanında olanlar başa düşmürlər nə baş verib. Шофер, помощник пастора, Sürücü, пастор. pastorun Они köməkçisi, спрашивают, pastorun что özü. случилось? Onlar soruşurlar ki, nə baş verib? Он сказал, ничего, Heç ничего. nə, Он heç nə. плачет. Amma ağlayır, И они əyləşib удивились, ağlayır. что происходит. Onlar təəccüb eləyirdilər ki, nə И baş verib потом он на görəsən. конференции сказал, O konfransda sonra deyir. Бог из него посмотрел на этого человека, и Və он mən увидел, o sərxoş adama baxdı və gördü ki, в каком виде Божье творение. Tanrının yaradılışı Yon gör plakı. nə gündədir. O ağlayır. Бог плачет. Tanrı ağlayır. Бог плачет через нас. Tanrı bizim vasitəmizdən ağlayır. Он видит ситуации. O vəziyyəti görür. Иногда Он плачет за нас, Bəzən o bizə görə ağlayır иногда Он плачет через нас. və bizim vasitəmizdən də bəzən Потому ağlayır. что Бог любящий Бог. Çünki Tanrı sevən Tanrıdır. Он любит каждого из нас. O hər birimizi sevir. Даже вот то tворение, которое в алкогольном опьянении было. Və o sərxoş adamın vəziyyətində də olanda Он видел его и плакал. o onu gördü, ağladı. Любовь Məhəbbət – это что-то, что внутри нас. o bizim daxilimizdə olan bir şeydir. И Господь на кресте показал это. Və Rəbb çarmıq üzərində bunu Его руки göstərdi. были пронзены, Onun əlləri deşilmişdi, но Он любил. amma o sevirdi. Он умирал, O ölərək но Он любил каждого из нас. hər birimizi sevirdi. И сегодня Və bu gün мы должны совершенствоваться в любви. biz o məhəbbətdə kamilliyə doğru getməliyik. Третье я для себя написал Və mən Матфея, özüm üçün burada 10 üçüncü glava, yazmışam Matta 16 stih. 10-cu fəsil 16-cı ayəni. Вот я посылаю вас, как овец среди волков. Итак, будьте мудры, как змеи, и просты, как голуби. Budur sizi qurtlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. Итак, мудрость. Beləliklə müdriklük, В чем же заключается мудрость змеи, как здесь написано? burada yazılan kimi ilan kimi müdrik olmaq nə deməkdir? Вы знаете, змеи голова маленькая, а тело большое. Bilirsiniz, ilanın başı balacadır, amma bədəni böyükdür. И вот эта маленькая голова, она ведет все это. Və Ну, bu всё это balaca тело. baş bütün ardıca gedənləri aparır. Вы знаете, для того, чтобы освободиться от этой второй кожи, Və o ikinci bu dərisindən, выйти из кожи dərisindən çıxması üçün вот она залезает между двух камней и как бы становится, чтобы ей удобно было вылезти из этой кожи. iki daşın arasına girir ki, ona o dəridən çıxmaq daha rahat olsun. Вы знаете, ее мудрость в том, что вот эта ее маленькая голова все ее тело ведет. Və onun müdriklüyü ondan ibarətdir ki, onun kiçik başı bütün bədənini ardıca aparır. Много может происходить в нашей жизни. Həyatımızda çox şeylər baş verə bilər. Только не потеряй своей веры. Təkcə öz imanını itirmə. Это неубивающее сокровище. Bu azalmayan cəvahirdir. Это вера, которая неистощима. Bu o imandır ki, o deməli azalmır, qurtarmır. Мудрость наша в том, что мы движемся в этом миру. Müdriklük ondan ibarətdir ki, biz bu dünyada hərəkət eləyib Я irəli такой же gedirik. человек, как и вы все. Sizin hamınız kimi mən də bir insanam. Мне нет отличия от тебя. Səndən heç bir fərqim yoxdur. Я тоже испытываю и страхи, и ситуации, напряжения. Mənim də qorxularım var və deməli çətin vəziyyətlərim var.
Я себя от людей не отделяю, какой-то Mən- там особый. Я такой Mən же, как и heç все. bir xüsusiliyim yoxdur ki, insanlardan ayrılım. И мне так же, как и тебе, нужна вера. Mənə də sənin kimi iman lazımdır. Я делаю какие-то проекты, но я постоянно говорю: Господь, мне не хватает веры. Помоги моему неверию. Mən hər hansı bir layihələr eləyirəm, amma Rəbbə dua eləyib deyirəm ki, mənim imansızlığıma kömək et. И Бог всегда показывает на мудрость. Və Tanrı hər zaman bu müdriklüyə göstərir. Бог говорит: черпай моей мудрости. O deyir ki, mənim müdriklüyümdən götür. Потому что в мудрости много чего есть интересного. Çünki müdriklükdə çox maraqlı şeylər var. Вы согласны? Razısınızmı mənimlə? Давайте откроем 1 Коринфянам, 1 глава, 18 стих. Gəlin 1-ci Korintlər 1-ci fəsil 18-ci ayəni açaq. Ибо слово о кресте для погибающих безумие есть, а для нас спасаемых сила Божия. Çünki çarmıq barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. Ибо написано: погублю мудрость мудрецов и разум разумных отвергну. Necə ki yazılıb, müdriklərin müdriklüyünü məhv eləyəcəm, aqillərin ağlını yox eləyəcəm. Где мудрец, где книжник, где совопросник века сего? Не обратил ли Бог мудрость мира сего в безумие? Hanı müdrik, hanı alim, hanı bu dövrün mahir mübahisəçisi, məgər Allah dünyanın müdriklüyünün ağılsızlıq olduğunu nümayiş etdirmədimi? Итак, есть mudroсть века сего, Bu dünyanın müdriklüyü а есть mudroсть Божья. və Tanrının müdriklüyü var. Знаете, великий Соломон, Bu möhtəşəm Süleyman, он просил у Бога ни богатств, ни царства, ничего o не просил. Tanrıdan heç bir şey, nə səltənət, nə var dövlət istədi. Он сказал: ты мне dal это огромное государство, O dedi ki, sən mənə böyük bir dövlət vermisən, дай мне mudroсть. mənə müdriklük ver. И Бог ему ответил в ту же ночь. Və həmin o gecə Tanrı ona Он cavab сказал, verdi. что O я dedi тебе ki, dam mudрость, sənə müdriklük verirəm. великую мудрость. Çox böyük müdriklük. Ни до тебя, ни после тебя не будет такого mudrого человека. Nə səndən öncə, nə də səndən sonra belə bir müdrik insan olmayacaq. Я помню, я молился и говорил: Бог, дай мне mudroсть. Mənim yadımdadır, mən dua eləyərək deyirdim, ya Rəbb, mənə müdriklük ver. Как у Соломона. Süleymandakı kimi. Что Бог сказал? Tanrı nə dedi? Рушан, смотри в Слово Божье. Rövşən, bax Tanrı kəlamına. Такую mudрость я тебе не дам. Sənə belə bir müdriklük verməyəcəm. И еще смотри внимательно. Daha diqqətlə bax. Я открыл и Mən опять açdım, читаю. yenə oxumağa Книга başladım. притч. Кто любит ее? Я... Süleymanın Книга- Ох, məsəlləri, как много книг. kitabını Как kim много рук. sevir? И вы знаете, Bilirsinizmi? что я прочитал? Что Mən oradan nə у oxumuşam? нас ум Христов. Bizdə Məsihin ağlı var. Если у меня ум Христов, Əgər bizdə Məsihin ağlı varsa, Бог помазывает нас. o bizi məhs И Он edir. дает нам mudрость. O bizə müdriklük verir. И мы просим у Него, Он благословляет Və нас. biz ondan xahiş edirik, o bizə xeyir dua verir. Mudroсть века сего, знаете, в чем Bu заключается? dünyanın müdriklüyü bilirsiniz nədən ibarətdir? В чем? Bilirsinizmi nədir? В хитрости. Hiləgərlikdədir. Хитрость и mudroсть – Hiləli это два olmaq, разных слова. hiləgərlik və müdriklük tamamilə fərqli sözlərdir. Аминь. Аминь. И четвертый я написал. Və dördüncüsü, mən burada yazmışam, Простота. sadəlik. 2 Коринфянам, 11 глава и 3 стих. 2-ci Korinflərə 11-ci fəsil və 3-cü ayə. Но как змей обманул Еву хитростью своей, боюсь, как бы мысли ваши не развратились, отвращаясь от простоты и чистоты во Христе. Amma qorxuram ki, ilanın hiləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub, Məsihə olan səmimi və pak həsr olunmasından azasız. Как он обманул? O necə aldatdı? Как змей обманул Еву? İlan necə aldatdı Həvvanı? Он сказал, когда ты вкусишь, O dedi ki, nə vaxt ki dişləsən, ты будешь как Бог. Tanrı kimi olacaqsan. Вы станете как боги. Siz tanrılar kimi olacaqsınız. Даже умнее самого Создателя. Hətta Yaradanın özündən ağıllı Как olacaqsınız. иногда ты прельщаешься в мыслях, какой ты умный.
Sən bəzən belə bir fikirlərin olur ki, qarşındakına deyirsən ki, ya özünə deyirsən ki, Как я necə это сделал, ağıllısan, sən bunu Это nə cür я. etdin? Bax, mənəm. Мне nравятся эти слова. Mənim xoşuma gəlir bu sözlər. Господь, Он говорит, Rəbb deyir со страхом и трепетом пребывайте в жизни сей. və titriyərək, qorxu içində bu dünyada Не gəzin. превозноситесь. Ucaltmayın özünüzü. Живя в этой жизни, Bu həyatda yaşayaraq будьте простыми. sadə olun. Аминь. Amin. Ева была обманута хитростью дьявола. Həvva ilanın hiləgərliyi ilə aldandı. И вот смотрите, как бы мысли ваши не развратились, Düşüncələriniz pozulmasın deyilir burada. отвращаясь от простоты и чистоты во Христе. Məsihdə olan səmimi və pak olmağınızdan. В притчах есть хорошее слово. Məsələlərdə yaxşı sözlər var. Один выдает себя за богатого, Bir nəfər özünü varlı göstərir, да, а на самом деле бедный. əslində isə o çox kasıbdır. Другой говорит, что я бедный, Amma digəri deyir, mən kasıbam, а на самом деле богатый. amma əslində çox Вот так dövlətlidir. интересно. Çox maraqlıdır. Библия, она нас учит Bibliya, мудрости Божией. müqəddəs yazı bizə Tanrının müdrikliyini öyrədir. Победа наша, Bizim qələbəmiz она и есть благословение для нас. bizim üçün elə xeyir Мы duanın özüdür. торжествуем внутри. Biz daxilən təntənə А içindəyik. снаружи посмотрите, сколько красивого, сколько приятного. Amma xaricdən baxsanız, nə qədər gözəlliklər, nə qədər xoş olan şeylər var. Итак, 4 вещи, о которых я говорил. 4 şeydən mən danışdım. Милости хочу, Mərhəmət istəyirəm, любовь, məhəbbət, мудрость müdriklük и простота. və sadəlik. Пусть эти 4 вещи ведут тебя в этой жизни. Qoy bu 4 şey səni bu həyatda idarə Аллилуйя. eləsin. Давайте встанем Аллилуйя. на ноги. Gəlin Аллилуйя. qalxaq. Слава Господу. Rəbbə izzət olsun. Спасибо. Спасибо Çox тебе, sağ olun. Господь. Çox sağ ol, ya Rəbb. Аллилуйя. Отец, мы Аллилуйя. давайте поднимем наши Ata, руки высоко gəlin əllərimizi qaldıraq и yüksəyə благодарности. və təşəkkür edərək Спасибо qaldıraq. тебе, Господь, Ya за, Rəbb, çox за sağ это ol время. bu zaman üçün. Ты нас учил, Sən bizi öyrətdin, тренировал, sən bizi məşq elətdirdin, открывал для нас. bizim üçün açıqladın. И мы так благодарны Biz тебе. sənə çox təşəkkür edirik. Спасибо за твое помазание на этом месте. Bu yerdə olan məhsinə görə çox sağ ol. Спасибо, драгоценный Дух Святой, Müqəddəs ruh, çox sağ ol. Дух премудрости и откровения. Vəh ruhu, Ты открываешь для нас sən bizə açırsan. новые возможности. Yeni imkanlar açırsan. Спасибо тебе, Господь. Çox sağ ol, ya Rəbb. Благодарны тебе. Biz sənə təşəkkür edirik. Открывая новые двери в нашей жизни. Həyatımızda yeni qapılar açaraq. Ты благоволишь к нам ко всем. Sən bizə rəhm Мы eləyirsən. поднимаемся на новые уровни. Biz yeni səviyyələrə qalxaraq, И в следующее воскресенье gələn həftə bazar мы günü будем zажигать 4-ю свечу. 4-cü şamı yandıracağıq Мы будем торжествовать. və biz təntənə edəcəyik. Мы будем ликовать. Biz sevinəcəyik. Мы будем pеть перед тобой. Sənin qarşında mahnılar Мы будем oxuyacağıq. танцевать перед Biz тобой. sənin önündə rəqs И мы edəcəyik все будем радоваться, və hamımız sevinəcəyik. как велик наш Господь. Necə möhtəşəmdir bizim И Rəbbimiz быть благодарными və sənə təşəkkür за все, edəcəyik. что ты сделал в нашей жизни. Bizim həyatlarımızda etdiyin hər şeyə görə Чтобы сегодня мы были счастливы ki biz bugün xoşbəxt olaq в Твое великое имя. sənin möhtəşəm adına görə. Спасибо тебе, Господь. Çox sağ ol, ya Rəbb. Аминь. Amin. Аминь, аминь. Слава Господу. Да, у меня сейчас пришла смс, как Mənə bir WhatsApp. SMS gəldi. Нас онлайн смотрят, хочу передать. Москва нас смотрит. Moskva bizə bugün Да, baxır. спасибо, благослови Çox sağ olun. Господь Москву. Xeyir dua versin Pусть Bог Rəbb вас Moskvaya. благословит. Qoy sizə Tanrı xeyir dua Также versin. благодарим всем, кто Eləcə смотрит də нас. bizə baxan hər kəsə Мы təşəkkür рады, edirik. что вы вместе с нами. Sevinirik ki siz bizimləsiz. И пусть настигнут вас благословения. Qoy Tanrının xeyir duası sizə Во имя çatsın. Иисуса Христа, İsa Господа Məsihin нашего. ismi ilə. Спасибо большое. Çox sağ olun. И хотел узнать, были люди, которые никогда еще не приглашали Иисуса в свое сердце. Bilmək Хотел бы istəyirəm, вас burada elə пригласить adamlar сюда. var mı? Может, есть такие люди. İsa Məsih hələ qəbul eləməyib Я öz хотел ürəyinə. вместе с вами помолиться Mən sizinlə короткой birgə молитвой. dua Есть etmək такие люди istəyirəm. здесь? Çağırmaq Кто istəyirəm пришел sizi первый bura. раз
И ты еще не приглашал Иисуса в свое Sən сердце. hələ də öz qəlbinə İsanı qəbul etməmisən. Есть такие люди здесь, Belə adamlar varmı burada? вот стесняются Utanırsınızmı? человек выйти, да? Ну Utanırsınız. ничего, я думаю, что Eybi еще yok. наступит время в твоей жизни, когда ты Həyatında elə bir an придешь и gələcək пригласишь Иисуса в ki, свое сердце. sən öz həyatına İsanı qəbul eləyəcəksən, bunu Sağ ol, istəyəcəksən. Rəbbə izzət olsun. Пусть Бог вас Qoy благословит. Tanrı sizə xeyir dua Давай, versin. пастор, руку. Аллилуйя. Так чудесно. Çox möhtəşəm idi, gözəl idi. Да, присаживайтесь, пожалуйста. Əyləşin zəhmət olmasa. Пастор Рошан, спасибо большое. Pastor Röşən, çox sağ olun. Я поделился уже и в статусах везде, Mən bütün statuslarımda bunu и paylaşdım во все artıq. группы уже отправил. Bütün qruplara göndərdim. Bог kасался моего сердца. Tanrı mənim qəlbimə toxundu. Слава Богу за вас. Rəbbə izzət olsun sizə Так görə. чудесно, когда ты приходишь в Дом Божий, Çox gözəldir Tanrı evinə gələrkən. и ты с ожиданием приходишь, что Господь будет говорить в твое сердце. Sən gözləyirsən ki, Tanrı sənin qəlbinə söz deyəcək. Я так, ремарочка, когда я только пришел в церковь, Mən hələ təzə gəlmişdim məbədə. будучи молодым, меня научили, Gənc idim. Mənə öyrətdilər ki, что молись перед тем, как ты пойдешь в церковь, sən məbədə gəlməmişdən qabaq dua elə. о своем сердце. Öz ürəyin barədə dua И elə. Господь будет говорить в твою жизнь. Və Tanrı sənin həyatına etimadını И я думаю, это göstərəcək. самое правильное, чему меня научили, и Və много. bu çox gözəl bir şeydir ki, mənə öyrətmişdilər. Слава Богу, я благодарен Богу за Rəbbə это. izzət olsun, buna görə Rəbbə çox sağ ol deyirəm. И, драгоценные, Əzizlər, у нас сейчас второе пожертвование. ikinci iyanə toplantımız olacaq indi. И я читал, сейчас сидел и размышлял также над Və словом. eləcə də Tanrının kəlamını indi oturub əyləşib oxuyurdum. Бог və пророчествовал düşünürdüm. и говорил о доме в Və Исаии. İşaya peyğəmbərin kitabında deməli Tanrı peyğəmbərlik edərək deyir Что соберу с разных мест и придут народы, не знавшие меня, и və məni наполнят мой tanımayan дом. xalqları çağıracağam, mənim evimi dolduracaqlar. И я думаю, Исаия, это пророчество также для израильского народа, конечно, это первично было, Əlbəttə ki, bu ilk olaraq İsrail xalqı üçün но там deyilən написано söz idi. для каждого Eləcə человека də и для каждой страны. Hər bir ölkə, hər bir insan üçün deyilmiş sözdür. Бог чудесно сделал, что и здесь Он построил свой дом, Tanrı çox gözəl edib ki, burada da öz evini tikib и Господь dал нам этот чудесный дом. və Tanrı bu gözəl evi bizə verib И мы можем сеять и жертвовать на этот дом, və biz bu evə əkə bilərik və qurban gətirə bilərik. полностью покрыть все, что у нас есть, все Bizdə наши долги. bütün borclarımızı tamamilə bağlaya bilərik. И помимо этого, вы видите, что мы постоянно что-то обновляем, если вы Və заметили. bundan əlavə olaraq siz görürsünüz ki, Свет biz daim красивый, это всё, и это всё nələrsə продолжается. dəyişirik. Çox gözəl renkli işıqlarımız То var есть burada. дом, он обустраивается, Və yəni ev yenidən tikilə-tikilə gedir. что когда вы входите, вам приятно. Siz bura daxil olanda sizə gözəl, yaxşı И многое olsun, другое, что здесь rahat происходит. olsun. Və çox şeylər burada baş И verir. все это ваша верность, ваше даяние, которое вы сеете отдельно на Дом Və Божий. bütün bu şeylərin hamısı Tanrı evinə gətirdiyiniz sadiq deməli iyanələrinizə görədir. И я полностью уверен, Mən buna tam əminəm. что Господь продолжает свою работу в этом доме, Rəbb bu evdə öz işini davam elətdirir. спасая людей, İnsanları xilasa исцеляя, gətirərək творя чудеса и və знамения. şəfa verərək, möcüzələr yaradaraq. И даже каждое воскресенье, каждое служение здесь, Həmçinin də hər bazar günü, hər toplantıdan sonra люди уходят, познакомившись с Богом. Tanrı ilə tanış olaraq gedirlər buradan И это такая insanlar. великая работа Божья. Və bu Tanrının möhtəşəm işidir. И мы с вами Və biz участники этого sizinlə дела. bu işin deməli iştirakçılarıyıq. Слава Богу. Rəbbə izzət olsun. Я так благодарен Господу за Mən это. çox təşəkkür edirəm Rəbbə И мы можем взять свое семя, которое в наших və руках. öz toxumlarımızı əlimizə götürək. И в этот радостный день сегодня мы можем Və сеять с bu радостью. sevinç günündə sevinclə əkə bilərik. Господь, мы так благодарим Ya Тебя, Rəbb, sənə minnətdarıq. что мы можем сеять Дом Твой. Sənin evinə əkə bildiyimizə Дом görə. Твой для народов, многих народов.
Sənin evin bütün çoxlu xalqlar üçün И evdir. сегодня Ты привел меня в свой дом, в Царство Свое. Sən öz səltənətinə, öz evinə bugün məni Ты привел меня в gətirmisən. этот dом, Господь, и Sən Ты дал məni нам bu этот evə дом. gətirmisən. Спасибо, Господь. Çox sağ ol, ya Rəbb. Я благодарю Тебя, Господь. Minnətdaram sənə, ya Rəbb. Мы благодарим Тебя за этот дом, Bu evə görə sənə что в minnətdaram. этот дом входят многие другие Bu люди, insanlar, çoxlu başqa insanlar gəlir bura. которым мы так rады. Onların gəlişinə biz çox И Ты sevinirik. можешь направлять в этот дом своих драгоценных детей, Sən öz qiymətli övladlarını bu evə demək yönəldə bilərsən. которых Ты хочешь изменить жизни и спасти. Hansıların ki həyatlarını xilas edib dəyişmək istəyirsən. И спасибо, Господь, Çox sağ ol, ya Rəbb. что мы в завете с Тобой, и мы участники этого дела. Biz səninlə əhdəyik və biz səninlə Господь, müqavilə благослови каждого daятеля. Ya Rəbb, xeyir dualandır hər Благослови bir их во имя Иисуса verəni. Hər Христа. bir verəni xeyir dualandır İsa Məsihin Обильно, ismi ilə. Господь. Çox möhtəşəm. Да будут они радоваться пред Qoy Тобою onlar sənin önündə и sevinsinlər. ликовать, что это сотворил Господь со мной. Sevinsinlər, desinlər ki, bunu mənim həyatımda Rəbb edib. Потому что Господь верен своему завету. Ona görə ki, Rəbb Своему öz слову. əhdinə sadiqdir və öz kəlamına. Аминь. Amin. Сейте с радостью. Sevinclə əkin, И также вы можете сеять онлайн. eləcə də onlayn əkə И bilərsiniz. Господь да благословит вас. Qoy Tanrı sizə xeyir dua versin. Драгоценный народ Божий, Əziz Rəbbin xalqı, у нас сегодня мы зажгли с вами третью свечу Адвента, свеча радости. Adventin 4-cü sevinç şamını yandırdıq. Давайте, пожалуйста, встанем на свои ноги, Gəlin ayağa qalxaq, прославим Бога Rəbbə izzət verək, и пройдем домой с радостью в мире Божией. Tanrının sülhündə və sevincində evlərimizə gedək.